Hepatit C-nin bu gün artıq kimyəvi üsullarla rahat bir müalicə forması var. Bunu elətdirə bilərsiniz. Bəzi hallarda hepatit C kimyəvi dərmanlarla müalicə alınanda xəstədə siroz inkişaf edir və siroz əmələ gəlir bu xəstədə və biz bunu dəfələrlə görmüşük. Və ona görə də mən bir tövsiyəm olaraq sizə onu deyim ki, siz kimyəvi dərmanlarla müalicə almağınıza baxmayaraq, həmin müalicə müddətində alaqanqal toxumunun tozunu gündə 3 dəfə için. Mən onu öz həkim dostlarıma da bir neçə dənəsinə məsləhət görmüşəm ki, baxın, siz hepatiti müalicə edirsiniz, amma mən onlarla insan görmüşəm ki, hepatitdən sonra siroz əmələ gəlir. Bu siroz hepatitdən də qorxuludur xəstəlik. Müalicəsi olmayan bir yoldur və xəstələri ölümə sürətlə daşıyan bir yoldur. Çox təəssüflənirəm ki, belə bir şey əmələ gəlir və siz müalicələrinizdə mütləq alaqanqaldan istifadə edin. Kimyəvi dərmanları yazırsınız, yazın. Burada əsasən antiviral preparatlar istifadə olunur virus əleyhinə. Bunları yazırsınız öz yerində, amma mütləqdir ki, bu insana gündə 3 dəfə alaqanqal toxumunun tozunu verəsiniz. Bəziləri riayət edir, əksər hissəsi deyərdim riayət eləmir və bundan sonra da nə olur? Siroz inkişaf edir və siroz əmələ gəlir. Dediyim kimi, birinci bunu eləyirik və alaqanqal toxumundan 1 kilo alıb gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı ağız atıb üstdən 1 stəkan su içirik. Bu bir. Kaslı bitkisi çox gözəl effekt verir. Kaslıdan 600 qram alırsınız. Gündə 3 dəfə 1 xörək qaşığı 1 stəkan suda 5 dəqiqə qaynadıb süzüb içirsiniz gündə 3 dəfə.